Kanal D'nin reyting rekordu qıran serialı Uzaq Şəhər yeni bölümü ərəfəsində yayımlanan treyleri ilə diqqət çəkib. Bu Musavat.com xəbər verir ki, treyler Cihan və Aliyanın romantik hallarını işıqlandırıb. Uzun müddət davam edən qarşıdurmalardan sonra baş verən bu yaxınlaşma serialın romantik tərəflərini ön plana çıxarıb. Sevgi dolu səhnələrdən dərhal sonra isə gərginlik yenidən yüksəlir. Zerrinin yerini öyrənən Sadakat və Dəmirin atdığı addımlar serialda böyük hadisələrin xəbərçisi olur. Xüsusilə sancıları başlayan Zerrini xəstəxanaya çatdırmağa çalışan Kayanın yolunu Demir tərəfindən kəsilməsi həyəcanlı bir bölümün siqnalını verir. Uzaq Şəhər bu axşam saat 20:00-da öz tamaşaçıları ilə görüşəcək.